cəsarətlənib keçdim ancaq deyir hələ oduna gedirəm, dala qayıtmaq söhbəti var. Yenə yaradana and olsun ki, gedib o çöldə batsam da, o yol hərəkəti qaydaların bilməyənlər var ha, eşşəklər ki, bilmirsən yolun, mənim yolum, nə bilim ola. Ay kişi, maşını tində saxlamazlar. Kişi də yox, kişilər bağışlasın. Ay eşşək, maşını tində elə saxlamazlar ki, dönüş vaxtı abzoru bağlasın. Sən eşşək gedib nə yolla almışsan, mənə dəxli yoxdur. Heç olmasa dədədən, babadan, məhlədən, ondan bundan öyrəncilən ki, abzoru bağlamazlar. Döngədə maşın saxlayıb, bəs bu gələn sol tərəfdən, sağ tərəfdən gələni sən tində elə saxlamısan ki, abzoru, görünüşü bağlamısan. Bəs bu gələn adam dönə bilmi, qəza vəziyyəti yaradırsan. A eşşək, başqa nə demək olar ki buna? Görək, kamazlar gedən yollara gəlib girmişik. Vallahi bir də kanalımın seyircisi var, abunəçisi var. Deyir ki, sən elə ən sakit, ağıllı yerlərə gedirsən. Ağıllı deməzdiyim, sakit də. Vallahi o tində elə gic-gic saxlayanları görüb əsəbləşməkdənsə, bu oxuyun da, bu yol hərəkəti qaydaların oxuyun. Nə bilim, Ərşad müəllim televizordan, radiodan danışır. Ərşad müəllimə qulaq asın, Turala qulaq asın. Kitabçalar 5 Məmməd Əmindir. Biz elə şeydən köhnə dövrdə qalmışıq da, Şirvan Məmməd Əminlə 1 manatadır, 2 manatadır broşuralar. Al oxuyunan ki, yol hərəkəti qaydaların cəmaata problem niyə yaradırsan? Özüvə də problem niyə yaradırsan? Bir dənə yol hərəkəti bilən adam çıxacaq, vuracaq maşını, deyəcək, əcəb eləmişəm, vurmuşam, saxlamaydın burada.